Belə qeyrətli, mərd, yaxşı qardaşlara səmimi qəlbdən təşəkkür edirəm. Mən sənətçiyəm, sənə nə? Sən kimsən? Hə, bu sənətçi. Hə, davay da zəng elə. Mənə nə, sənə nə, mənim nəyimə lazım, sənin nəyimə lazım bizi bugünə gətirib çıxardıb. Cəmiyyətdə baş verən proseslərdə biganə yanaşmamalıyıq. Dinin əsas sütunlarından biri, vacibatlarından biri, namaz, oruc kimi nədir? Əmr bi məruf və nəhyəz münkər. Haramlardan çəkindirmək, vacibata, düzgünlüyə, ədalətə dəvət etməkdir. Amma biz biganə yanaşırıq, sakit dururuq, fikir bildirmirik, münasibət bildirmirik, etiraz etmirik bu məsələlərə. Bu görsə ki, buna 100 nəfər, 500 nəfər, 1000 nəfər etiraz edir, səsini kəsəcək, oturacaq yerində, bunu bəyənirlər, paylaşırlar, takib edirlər, rəy yazırlar. Hələ dırnaqarası yaxşı oğlanlar rəylərdə maşallah yazır, nə gözəlsən, tərifləyirlər, takib edirlər. Fikirləşdiyiniz yaxşı oğlanların əksəriyyəti takiblərinə baxın, görün kimi takib edirlər. Görərsiniz ki, harada əxlaqsız var, tərbiyəsiz var, onları takib edirlər. Çayxanada oturanda da deyirlər ki, yaxşı oğlan filan hərəkət eləməz, yaxşı oğlan kəlməsini danmaz, yaxşı oğlan belə olmalıdır, filan kəs yaxşı oğlan deyil. Yəni bu ən düzgün, kamil, yaxşı oğlan budur. Amma əməlləri onu göstərmir. Yəhudi qızının planları necə alt-üst oldu, necə yerlə yeksan oldu. Çünki xalq uşaq pulu məsələsində ortaya gəldi, birləşdi, ictimai qınaq etdi. Nə gözəldir ki, bunlara qarşı da belə olaq. Uşaq puluna qarşı, məsələyə qarşı belə idi, əla idi, gözəl. Bəs bunlara qarşı niyə tədbir görmürük, addım atmırıq? Ona görə biz bugünə qalmışıq, ona görə də qabağa gedə bilmirik, ona görə də hər gün geriyə gedirik. Məsələn, bir gey həmin rayonun adını batırır. Həmin rayonda olan insanlar, qardaşlar, dostlar, kişilər narahat olur. Deyir, bu mənim rayonumun adını batırır. Amma digər rayonda bu baş verəndə narahat olmur. Oğlu narkoman olanda narahat olur. Amma uzaq bir qohumu, kəndində filan kəsdir, bəlkə də 2 kilometr, 5 kilometr ondan məsafəsi var. O narkoman olanda ona təsir etmirdi. Heç onun üçün əhəmiyyət daşımırdı. Amma əmisi oğlu, qızı, gəlini pis yola düşəndə narahat olur. Narkoman olanda narahat olur. Şərabxor olanda, qumarbaz olanda narahat olur. Amma 1 il öncə, 5 il öncə, 2 ay öncə cəmiyyətdə belə bir proseslər baş vermişdi. Amma onlara görə narahat değildi. Amma Allah elə bir tədbir tökür ki, hər kəsin qapısı döyüləcək. Hər kəsin qapısı döyüləcək. Çünki sən biganə yanaşırsan. O bir gün sənin öz başına da gələcək. Cəmiyyətdə baş verən məsələlərlə bağlı biganə yanaşmayaq. Əmr bi məruf və nəhyəz münkər. Haramlardan çəkindirək. Elə Allahın sevmədiyi, haram etdiyi pis əməllər cəmiyyəti bugünə salıb. Sonra deyirlər sənət adamı. Bu necə sənətdir ki, uşaqları, ailələri dağıdır, məhv edir, haram yola dəvət edir. Orada fotoqrafa diqqət edin, deyir, şəkil çəkmə. O necə özünə sıxışdırır bir kişi kimi ki, gedir belə bir şəxslərin videosunu çəkir, şəkillərini çəkir, sosial şəbəkədə də paylaşır. Bundan pul qazanır. Daha bilmir ki, bu pul haramdır. Haram qida, haram qazanc bizi bugünə gətirib çıxardacaq. Diqqətli olaq. İnsan əgər özünü hörmət edirsə, niyə gəlsin belə bir insanın şəklini, videosunu çəksin? Əksinə sən etiraz etməlisən. O qardaşlar da oradan etiraz edir. Birinci ki, çəkməməlisən, etməməlisən. Hələ çəkirsən, sənə etiraz edirlər, yenə də başlayırsan davam etməyə. Hər kim elə onları bəyənir də, takib edirsə, tövbə etsin, Allahdan bağışlanma diləsin. Çünki bu günləri cəmiyyətdə ki, bu qədər günah yayılıb, fəsad yayılıb, başlıca səbəbi bunlara dəstək olanlardır. Bunlara əgər dəstəkçi olmazsa, bunlar bu qədər qabağa gedə bilməz. Özümüzü qınayaq, özümüzü islah edək.